Salam əziz abituriyentlər, hər birinizi xoş gördüm. Bugün sizlər üçün belə deyim ki, açıqlama verəcəyim ixtisaslar var. Yəni yeni gələn ixtisaslar günün tələbinə uyğun. Baxın, gündəlik ehtiyaclarımıza uyğun həm də dövlət tərəfindən ixtisaslar ayrıla bilər. Yəni bu həm də sizin gələcəyiniz üçün əlavə olunan ixtisaslar. Baxın, mən sizə niyə deyirdim həmişə ki, gələcəyə yatırım kimi düşünün. Elə ixtisaslar var ki, cəlb edicidir, fikirləri cəlb edir və buna görə də gələcək üçün bir onu yatırım kimi düşünün. Tələbə adını qazanırıq, oxuyuruq, universitetə diplom alırıq. Nəyə görə alırıq? Əlbəttə ki, həmin sahədən gələcəkdə qazanc əldə etmək və inkişaf etmək üçün. Bugün, məsəl üçün, Dövlət İmtahan Mərkəzi açıqlayır və bildirir ki, yeni ixtisaslar əlavə olunur. Riyaziyyat, fizika müəllimliyi, data analitikası, proqram təminatı mühəndisliyi. Bildirir ki, kompüter elmlərinə önəm verilir. Bu dəqiqə informasiya təhlükəsizliyidir, kompüter elmləridir, kompüter şəbəkədir, şəbəkə inzibatçılığıdır. Bütün bunların hamısına qoşulur data analitikası, proqram təminatı mühəndisliyi. Bütün bunlar nəyə görədir? Ona görə ki, artıq günün tələbi kompüter texnologiyalarının geniş əhatədə yayılması, dünyanın bu dəqiqə gələcəyə yatırımı kimi davamlı qazanc əldə edə biləcəyimiz, necə neftə yatırım elədik, yəni illərlə bu dövləti qoruya bildisə, deməli tək istismar olunan sahə neft olmasın və digər sahələrdən də gəlirlər yüksəlsin və o sahələrdə Azərbaycanda daha yaxşı inkişaf eləsin. Və bir məsələni də vurğulamaq istəyirəm. Kənd Təsərrüfatı Texnologiyaları Fakültəsi və heyvandarlıq. Bunlar da əlavə olunub. Bunlar nəyə görədir? Azərbaycanda heyvandarlığın inkişafı üçün zəminin olması və bu şəraitdən istifadə eləmək. Həmin sahənin inkişafı üçün müəyyən, belə deyim ki, köməklər olunsun. Baxın, Kənd Təsərrüfatı Nazirliyi var, sahələri bitirənlər, belə deyək, bəzi sahələri bitirənlər o sahələrdə çalışırlar, amma effekt verə bilmirlər. Və bugün Kənd Təsərrüfatı Nazirliyi nəyə istəyir? Heyvandarlığın, əkinçiliyi, bütün hər bir sahənin, təsərrüfat sahələrinin inkişafı onların artıq digər növdən gələcəyə bir yatırım kimi düşünə bilərik. Və bundan başqa bizim özümüzün günün tələbi. Baxın, bugün Azərbaycanlı gənclər stressdən, problemdən, hər bir şeydən əziyyət çəkə bilərlər. Və buna görə də yeni bir sahə gəlir. Bu nədir? Qidalanma və diyetologiya ikisi bir yerdə. Bu sahənin birləşmə üstünlüyü nədən ibarətdir? Baxın, bugün qidalanmamızda müəyyən qüsurlar, müəyyən nöqsanlara yol veririk və burada biz həm stres, əsəb çətinlikləri görürük. Buna görə də artıq çəkidən əziyyət çəkə bilərik. Müəyyən problemlərin qarşısını almaq üçün düzgün, baxın, məsləhətlərin ola biləcəyi bir sahədir və bu da artıq Azərbaycanda günün tələblərinin nədən ibarət olduğunu göstərir. Baxın, ən məhsuldar sahələrdən söhbət aça-aça gəldi və digər sahələrin də onlara necə qoşulduğunu izah elədim. Qida texnologiyaları dedikdə isə bizim qidanın, yəni belə deyim ki, hazırlanma yerləri var və o hazırlanma yerlərinin düzgün qaydada idarə olunması. Yəni, bütün bu yeni ixtisasların hamısı nə üçündür? Gələcəyə yatırım, gələcəkdə daha yüksək səviyyəli işçi qüvvəsinin olmağı, həm də gələcəkdə iş sahələrinin geniş və əhatəli şəkildə yayılması üçün vacibdir. Bir də uşaqların mənə ən çox verdiyi 2 sual var və o 2 suala həqiqətən məlumat üçün cavab vermək istəyirəm. Dedilər, ən birinci verilən sual ki, müəllim, məsəl üçün yeni bir ixtisas gəlirsə, onun balı hansı şəkildə tənzimlənə bilər? Baxın, burada bir neçə versiya yönəlirlər. Amma mən öz versiyamdan çıxış edəcəm və öz fikrimi bildirəcəm. Belə deyim, ümumi, məsəl üçün, seçim qaydasında misal üçün, deyək ki, ikinci qruplar seçir kənd təsərrüfatı texnologiyaları və heyvandarlıq. Bu sahəni seçirlər və bu sahədə, misal üçün, 2 və ya 1 fərqi yoxdur. Yəni, ixtisas cəhətdən demirəm. Sadəcə istiqamət cəhətdən deyirəm. Və baxılır orada say hesabına, ona ayrılan plan yerinə və mümkün variantda
çalışırlar ki, ortalama, yaxın olan mənzildə, yəni yaxın olan ballar səviyyəsində artıq o yerlər doldurulsun və sonradan o ballar öz qüvvəsini göstərəcək. Yəni bu şəkildə yeni daxil olan fənlərin balı yoxdur. Sadəcə ixtisas seçərkən hansı balla neçə nəfər müraciət edirsə, buna görə tənzimlənmə aparır. Misal üçün, yeni yaranan sadə bir sahəni deyəcəm ki, dövlət ictimai münasibətlər uşaqlar üçün maraqlı idi ki, bu sahə nəyə görədir? Baxın, əgər bir başlıqda dövlət varsa, deməli hər hansısa bir orqanda, hər hansısa bir qurumda bu sahəyə uyğun iş vakansiyası var. Yeni yaranan hər bir sahə üçün bu əsas təşkil edir. Buna diqqətli olmaq lazımdır. Baxın, bunu seçən universitetlər var ki, bu dövlət ictimai münasibətləri çox yüksək səviyyəli qəbul etdiyi üçün şagirdlər, misal üçün, Prezident Yararında İdarəçilik Akademiyasında yeri var, yəni yüksək yerlərdən danışırıq. Balı da kifayət qədər yüksək baldır, 580-dən yuxarı düşünün. Yəni bu şəkildə və bunun özü bir prioritet, gələcəyə bir yatırımdır. Digər bir şey deyim. Burada məsəl üçün biz əgər bütün bu yeni ixtisaslar əlavə elədiyi riyaziyyat, fizika müəllimliyi, data analitikası, kənd təsərrüfatı, heyvandarlıq, qidalanma, qida texnologiyası, proqram təminatı. Burada ballar hansı səviyyədə dəyişəcək? Əsas rəqabət, baxın, data analitikası, proqram təminatı mühəndisliğində gedəcək və ballar belə deyək, kifayət qədər yüksək meyarlarda dəyişə biləcək. Düşündüyüm variantla desəm, minimum 400 baldan başlayacaq, belə düşünürəm, zənn edirəm, yəni tam hələ qərarlaşdırmamışam. Data analitikası ola bilər ki, 400-dən başlasın, amma proqram təminatının mühəndisliyi minimum 450 baldan başlayacaq və üzü yuxarıya doğru nəzərinizdə tuta bilərsiniz. Digər bir məsələni deyim sizə. Üçüncü qrupların ən çox verdiyi mənə sual odur ki, müəllim, mən 200-250 bal arası yığıram və düşə biləcəyim ən normal ixtisas nədir? Ən çox deyilənlər budur ki, müəllim, elə regionşünaslığa verim, bitirim, bitdi, universitetdən diplom alım. Sizə sadə bir şey deyim. Əgər regionşünaslıq ixtisasına biz bugün etinasız yanaşırıqsa, bu bizim artıq uçuruma getdiyimizin və zəif düşdüyümüzün nişanəsidir. Niyə? Regionşünaslıq sahəsini seçənlərə kifayət qədər məlumat verəcəm. Bu sahəni əgər seçirsinizsə, qabağında hansı ölkə üzrə olduğuna diqqət edin və o dilləri siz bilməlisiniz. Çünki o sahədə çalışmaq, yüksəlmək, o sahədə davam etmək istəyirsinizsə, deməli, həmin ölkənin dilini bilməlisiniz və onu araşdırmağı bacarmalısınız. Regionşünaslığın ən birinci qaydası xarici dil biliyi olmağı mütləq və vacibdir. Balı sizin üçün kifayət qədər az ola bilər, amma orada iş tapmaq istəyiriksə, mütləq ingilis dilini bilməliyik. Bu tək ona aid deyil. Milli Aviasiya Akademiyasında məsəl üçün bəzi ixtisaslar var, tədris ingilisində, ikinci qrupda da var, üçdə də var. Tədris ingilis dilində verilibsə, mütləq şəkildə dil biliyi tələb olunur. İxtisas qrupundan asılı olmayaraq. Tərcüməçi olmaya bilərsən, amma dili bilməyin mütləqdir və tələbdir, gələcəyə yatırımdır. Baxın, dil bilgisi də gördünüz, bir tərəfdən sırf 3-cü qrupda tərcüməçi var deyə dil bilgisi olmasa, sən o sahədə zaten oxuyub inkişaf eləyə bilməyəcəksən. 3-cü qruplara yaxşı bir məsləhət verim. Siz sənətşünaslıq sahəsini az balı olanlar seçə bilərsiniz. Çünki həmin sahədə də inkişaf prioritet gözlənilir. Nəyə görə? Bugünkü gündə, məsələn, keçmiş filmlərə baxıb biz həsəd aparırıq və niyə də bugün o sahələr yoxdur? O sahələrin olmamanın səbəbkarı nədir? Bizim kadr çatışmamazlığımızın olmağı və bizim kifayət qədər populyar olan kino kampaniyasının aparılmamağıdır və bu sahələrin inkişafı mütləq şəkildə qəbul qaydasında nəzərdən keçirilməlidir və ora diqqətə ayrılmalıdır həqiqətən və bu sahələrin inkişafı da bizim üçün vacibdir. Ona görə də nə etmək lazımdır? Bütün sahələrin inkişafı üçün gənclərimizə əmanət edib onlara güvənmək lazımdır.
Hər birinizə uğurlar arzulayıram gözəl insanlar. İkinci şans, ikinci cəhd imtahanında da inanıram ki, layiqli yerləri tutacaqsınız və öz istəyinizə çatacaqsınız. Bunu yanılmıram, buna inanıram həqiqətən, tam sidq ürəkdən. Sizlərə də uğurlar arzulayıram. İnanıram ki, bu nəticələr, gözəl nəticələr sizlər üçün gələcəyə bir işıq olar. Və bugünkü gündə də hər birinizə uğurlar arzulayıram, hər birinizə inanırıq və inanıram ki, gələcəyiniz daha yaxşı olacaq. Hər birinizə dinlədiyiniz, izlədiyiniz üçün təşəkkür edirəm.